Salam magilar, sosial şəbəkələr artıq bizim sadəcə vaxt keçirəcəyimiz bir yer deyil, həm də böyük bir vizual dünyadır. Bugün rəqəmsal dünyanın həm vizual, həm də informasiya tərəfindəki miflərinə bura qədər deyəcəyik. Bugün real həqiqətlərdən, real uğurlardan və fərqli hekayələrdən danışacağıq. Studiyamızın bugünkü qonağı maarifçi bloger Aynur xanım Əsilzadədir. Salam Aynur xanım, xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Bizim bugün danışacağımız mövzu sosial şəbəkədə yayılan miflər və həqiqətlərdir. Məhz elə sizi də buna görə çağırmışıq. Aynur xanım, niyə məhz asil mif? Əslində çox maraqlı sualla başladıq. Bu sualı mənə çox ünvanlayırlar. Elə fürsət düşmüşkən də izah edeyim, hər kəs də bilsin. Asil mif sözünün əslində açılışı çox sadə və maraqlıdır. Asil sözü əsil, həqiqət, reallıq deməkdir. Mif isə onun tam əksi olan, real olmayan, uydurma, əfsanə deməkdir və bu iki söz bir-birinə ziddir. Ziddiyyət olan yerdə də hər zaman inkişaf olur. Odur ki, biz də cəmiyyətimizin maariflənərək inkişaf etməsində az da olsa töhfəmiz olması məqsədi ilə bu platformanı yaratdıq və adını da elə Asil Mif qoyduq. Bəs bu Asil Mif platformasında izləyicilər ən çox hansı başlıqlara reaksiya verirlər? Sağlamlıq, avtomobil, məişət, yoxsa gündəlik vərdişlər? Sağlamlıq mövzuları əslində yaralı yerimizdir. Bir növ hər kəsin sarı siminə toxunur. Odur ki, biz sağlamlıq mövzularından daha çox reaksiyalar görürük. Amma ümumilikdə bizim kateqoriyalarımız arasında çox maraqlı bir statistikamız var. Məsələn, avtomobil mövzularında bəylərimiz daha aktiv olur və yaxud da valideynlərə yönəlmiş mövzularda atalar və analarla yanaşı uşaqlar özləri də müzakirəyə qoşulur, reaksiya verirlər və yeri gəlmişkən onu qeyd eləyim ki, mənim YouTube kanalımda izləyicilərimin əksər hissəsini elə məhz məktəblilər təşkil eləyir və uşaqların bu cür maariflənərək böyüməsi bir asil mif olaraq, maarifçi bloger olaraq mənim üçün çox önəmlidir. Aynur xanım, sosial şəbəkələrdə məzmun yaradarkən, məzmunları paylaşarkən, məsələn, maarifləndirici məzmunlarla əyləncəli məzmunlar. Bu balansı necə qoruyub saxlayırsınız? Bugün sosial şəbəkə istifadəçiləri sosial şəbəkəyə daxil olarkən əslində bir növ yorğunluqlarını atmaq üçün, dincəlmək üçün daxil olur. Biz onlara birbaşa ensiklopedik və yaxud da elmi məzmun verə bilmərik. Bu onları daha çox yorar və izləməkdən vaz keçərlər, yəni izləməkdən imtina edərlər. Odur ki, bizim səhifəmizdə əslində balansı qorumuşuq. Məzmun öyrədici və maarifləndirici olmalıdır, amma təqdimat dinamik və maraqlı olmalıdır. Belə olan halda izləyici yorulmur, bizim videomuzda daha xoş zaman keçirir və videonun sonunda özü də fərqinə varmadan artıq yeni bir faydalı məlumat əldə etmiş olur. Elə bizim səhifəmizin məqsədi və şüarı da budur. Birlikdə hər gün öyrənək. Aynur xanım, elə biz məzmunlardan danışırıq. Az öncə biz sadaladıq sağlamlıq, avtomobil, məişət və gündəlik vərdişlər. Bu məzmunları əldə edərkən onları necə yoxlayırsınız? Yəni, mənbə seçiminiz necə olur? Bu mənim üçün çox həssas mövzudur. Çünki izləyicinin bizə olan güvəni çox önəmlidir. Odur ki, biz bir məzmun əldə etdikdə onu ilk öncə müəyyən istiqamətlərdə filtrdən keçiririk. İlk növbədə beynəlxalq platformalara üz tuturuq. Məsələn, bura PubMed platforması və yaxud da PolitiFact, Snopes platformaları aiddir. Daha sonra bəzi hallarda biz çalışırıq ki, məzmunu sırf real mütəxəssisi tərəfindən dəqiqləşdirək. Məsələn, tibbi məzmunları ailə həkimlərimizdən dəqiqləşdiririk. Elmi məzmunları yerli professorlarımıza müraciət edirik. Avtomobil haqqında məlumatları isə 45 illik maşın ustası olan atamın təcrübəsinə əsaslanırıq. Odur ki, biz bir də bir nüansda çatdırım. Bəzi məzmunları isə biz özümüz təcrübə edirik. Məsələn, mənim səhifəmdə belə bir məzmun var. Avtomobil açarını başımıza yaxınlaşdırıb idarə işlətsək, avtomobilin qapılarını uzaqdan idarə edə bilərik. Bunu siz praktiki şəkildə edirsiniz? Bəli. Bunu mən özüm sosial şəbəkədə görəndə qəribə gəldi, amma öz maşınımızda edəndə həqiqiliyini gördüm və onu məzmun şəklində paylaşmışam artıq səhifəmdə var. Sizin sosial şəbəkədə artıq bu məzmunlarla bağlı 30 milyona yaxın izləyiciniz var. 30 milyon baxış. Bunun arxasında nə dayanır? Şans, alqoritm, yoxsa düzgün strategiya?
Əslində şans yalnız bir dəfə gətirə bilər. Amma davamlı uğurun arxasında sistemli bir iş dayanır. Çox adam elə bilir ki, bizim Asilmif platformasının arxasında çox böyük bir komanda dayanır. Amma əslində Asilmifin arxasında mən və yoldaşım Abbas bəydən ibarət 2 nəfərlik kiçik bir komandadır. Bizim rollarımız çox maraqlı şəkildə bölünüb. Kadra, təqdimata və məzmuna cavabdeh şəxs mənəm. Yoldaşım isə marketoloqdur. O rəqəmsal dünyanın gedişatını, alqoritmin işləmə prinsipini öz təcrübəsinə əsasən öyrənib və eyni strategiyanı bizim səhifəmizdə tətbiq eləyir. Odur ki, bizim səhifəmizdə deməli uğurumuzun arxasında mənim əməyim, yoldaşımın düzgün planlaması və ikimizin bitməyən israrı dayanır. Aynur xanım, sosial şəbəkədə yayılan ən təhlükəli mif nədir? İnsanlar ən çox hansı yanlış məlumata inanırlar? Sosial şəbəkələrdə zərərsiz və gülməli yalanlar çoxdur. Amma bununla yanaşı birbaşa insan sağlamlığına yönəlmiş yalanlar da var ki, bunlar ən təhlükəlisidir. Məsələn, bəzi türkəçarə müalicə üsulları. İnsanlar artıq tənbəllik eləyir, həkimə, mütəxəssisə getmir. Sırf sosial şəbəkələrdən belə türkəçarələrlə özlərini müalicə edirlər və sağlamlıqlarını riskə atırlar. Elə Asilmif komandası olaraq da məqsədlərimizdən biri də sırf bu cür yalanları aşkara çıxartmaqdır. Bəs Aynur xanım, milyonlarla baxışı olan bir platformaya sahibsiz. Sizcə bugün insanlar daha çox məlumatlara inanırlar, yoxsa onları təcrübələndirəcək məlumatlar? Dediyiniz bu iki nüans mən düşünürəm ki, eyni anda baş verir. İnsan sosial şəbəkəyə girir, izləyici, özünə lazım olan faydalı məlumatı axtarır. Amma eyni zamanda da eynilikdən bezir, yorulur və onu təəccübləndirən bir məlumat axtarır. Ona görə də biz əslində bu işin arxasında bir marketinq analizi aparırıq. Məsələn, sosial şəbəkə trendlərini izləyirik, izləyicilərin rəylərini izləyirik və bir növ onların nəbzini tuturuq. Daha sonra izləyicilərin qarşılaşdığı, onların doğru bildiyi, amma əslində kökündə yalan olan məlumatları bu analiz vasitəsilə aşkara çıxardırıq. Daha sonra izləyici bizim videolarımızdan öz ağlında olan sualların cavabını tapır. Eyni zamanda da elmi həqiqəti öyrəndikdən sonra yaxşı mənada təəccüblənirlər. Odur ki, səhifəmizin daim böyüməsində və bu qədər sevilməsinin arxasında, sevilməsinin sirri sırf bu marketinq strategiyasıdır. Aynur xanım, heç olub ki, sizi maarifləndirici məzmun hazırlayarkən bir məlumatın dəqiq olduğunu zənn eləmisiz. Siz bunun dəqiq olduğunu bilirsiniz. Amma videonu hazırlayırsınız, nəticə olaraq, iş olaraq ortaya qoyursunuz, paylaşırsınız və izləyicilər bunu artıq izləməyə başlayırlar. Amma sonradan ya izləyicilərdən gələn rəylərin nəticəsində və yaxud da hansısa bir nəticə ilə siz bunu öyrənirsiniz ki, sizin paylaşdığınız maarifləndirici məlumat yanlışdır. Belə bir hallarla qarşılaşmısınız? Əslində belə bir hal baş verməyib səhifəmdə. Amma biz bildirmişik, bizim prinsiplərimiz arasında belə bir şey var ki, belə olduğu halda izləyici bizə geri dönüş etdiyi halda biz yenə də onun araşdırırıq və əgər səhv məlumat vermişiksə, bu barədə yenidən izləyicilərə məlumat veririk ki, həmin məlumat səhvdir. Əslində onu düzəliş edirik, yəni. Bunun özü də bir maariflənməyin bir yoludur. Aynur xanım, bəs indiyə qədər bu yerə gəlməyinizdə sizə hər hansısa bir dəstəyi olan olubmu? Qətiyyən. İndiyə qədər bu yerə gəlməyimizdə heç bir oxşar məzmun blogerlərindən və ya başqalarından dəstək görməmişəm və heç bir reklamdan istifadə etmədən, pul xərcləmədən tam orqanik şəkildə loyal izləyici kütləsi yığmışam. Yəni tam yaratdığımız məzmun hesabına yığılıb bu izləyici sayı. Bizim yeganə dəstəyimiz işimizə olan sevgimiz və bizi təmənnasız sevən və izləyən izləyicilərimizdir. Təbii ki, burada ailələrimizi də unutmayaq. Ailəmiz də bizim ən böyük izləyicilərimizdən biridir. Biz də sizə bu yolda uğurlar arzu edə bilərik. Çox sağ olun, təşəkkür edirəm. Gəldiyinizə görə təşəkkürlər. Mən də dəvət etdiyiniz üçün təşəkkür edirəm. Miflər və həqiqətlərlə bağlı maarifləndirici mövzuya görə də çox sağ olun. Var olasınız, sağ olun.